Mərhəmətli və rəhimli Allahın adı ilə. Allah Quranda özünün varlığını və ölümdən sonraki əbədi həyatın olduğunu bildirir. Bunları insanlara çatdırmaq üçün isə zaman zaman peyğəmbərlər göndərmişdir. Dediklərinin haqq olduğu hər kəsə bəlli olsun deyə onlar vasitəsilə möcüzələr də göstərmişdir. İman gətirməyən toplumları isə məhv etmişdir. Quranı isə qiyamətə qədər hər şey əhatə edən bir möcüzə olaraq Muhammed Peyğəmbərə vermişdir. Baxın, Allah Quranla bugün bizə belə buyurur. Ənam surəsi 11-ci ayə. Ya Rəsulüm, de, yer üzünü dolaşın və sonra görün ki, peyğəmbərlərə yalancı deyənlərin aqibəti necə oldu. Bu isə Musa peyğəmbəri inkar edən, Allaha və axirətə iman gətirməyən həmən Firondur. Misir muzeyində turistlərə nümayiş etdirilir. Allah buyurur, Yunus surəsi 92-ci ayə. Səndən sonrakılara bir ibrət olsun deyə bugün səni xilas edəcəyik. Sənin cansız bədənini sahilə atacağıq. Həqiqətən insanların çoxsu ayələrimizdən qafildir. Bəli, Allahın hər bir sözü, vədi bugünün aydınlığı kimi bir həqiqətdir. Elə isə Allaha, Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə və ona verilən möcüzəyə, Qurana iman gətirin. Bugün Peyğəmbərə tabi olaraq Allahın əmrlərini yerinə yetirin. Özünüzü xilas edin, əbədi həyatınızı xilas edin. Və Allah Quranda bildirir ki, qiyamət günü gəldikdə qorxudan qıçı-qıçına dolaşan insandan soruşulacaq. Məgər dünyadaykən sizi bu gününüzlə xəbərdar edən bir peyğəmbər gəlmədimi? Bugün isə sən baxmayaraq ki, ayrı zamanda və ayrı məkanda yaşadın, sən də həmən an dərhal xatırlayaraq deyəcəksən, gəlmişdi. O, Muhammed sallallahu aleyhi və səlləm idi.